Bir də kiçik təsərrüfatı olan arıçılar üçün, məsələn, mənim kimi kiçik təsərrüfatı olan 10, 5, 6 məsələn sayda arıçılıq olan arılar olan təsərrüfat üçün bax belə mum əritmə düzəltmək olar. Adi qutudur, üstünə güzlük qoyuruq. Hava çəkməsin deyə altında da bu qalın qlönkadan yerləşdirilir. Vəssalam. Şanlar bu qaydada doğranıb yığılıb bura. İçində dəmir var. Dəmir üstündən axır, altına qab qoymuşam. Bu qaydada əriyir. Yəni heç bir enerjidən istifadə olunmur, sadəcə günəş enerjisindən. Gün görən yerə qoysan bundan ibarət olur. Sadə bir üsuldur. Belə deyək də, yəni böyük təsərrüfatı olmayan hər kəsə sərf edir. Hər kəs kustar usulü ilə özü də hazırlaya bilər. Adi bir çərçivəli bir şüşə qırağı tapıb onun altına yerləşdirə də bilər. Yəni indi mən doğrayıb qoymuşam. Bəzən tək olanda şanlar bura 2 şan yerləşir. 2 şanı yan-yana qoyub, yəni doğramadan da qoyuram bura şanı. Şan əriyir, çıxardıb qoyuram qırağa vəssalam. İndi çox olduğuna görə bu şəkildə eləmişəm. Amma çox vaxtı sadəcə şanları qoyuram, tök şanı. Bura qoyuram, qaralmış şanı ikisini yerləşir. O əriyir, çıxardıram, digər ikisini qoyuram, digər çıxıb bir gün ərzində həll olur məsələ. İndi günəş zəifdir, amma birazdan sonraki may ayında zaten günəş güclü olanda qoyduğundan hazır olur. Ramkanın üstündən düşür şanlar. Ramkanı da tərtəmiz götürüb qoysan qırağa, təmizləyib qoysan qırağa. Bu qayda. Bax, bu qaydada belə əriyir, tökülür, altına götürmək olur. Bax, bu qaydada. Amma altına qab da qoymaq olur. İndi hal-hazırda altına marojna qabı qoymuşam, kvadrat. Ona tökülür, quruyandan sonra çırpırsan kvadrat şəklində də olur. Bax, belə də ola bilər, yəni fərqi yoxdur. Belə əridib götürmək olur.